Mənim toy repertuarına nə ehtiyacım var? Mən ali təhsil müəssisəsində işləyirəm. Dövlət müəssisələrində, teatrda işləyirəm. Filarmoniyanın solistiyəm. Şəbnəm Tovuzlu. Danışanda danışığınıza fikir verin. Gəl sən də çıx səhnəyə. Bu meydan canlı efir. Yox, Şəbnəm oxuya bilir canlı. Mən demirəm, oxumağını canlı oxuyur. Mən onu demirəm. Oxuduğunuz mahnıları bütün ümumiyyətlə musiqiçilərə aiddir. Özünə sənətkar deyilən müğənnilər. Gəlsinlər, oxuduğu mahnıları təhlil eləsinlər. Hansı muğam üstündədir? Hansı qammadadır? Şəbnəm bilir onları. Bilir, o demək ki, onda savadlı musiqiçilərə söz atmalıdır. Yox, onda... Bilirsiniz, niyə mən sizə düzün deyim də? Onda bir xalq artisti, savadlı çıxsın, desin ki, Şəbnəm ya da filan kes, mən gəl sənə filan şey örgədəcəm. Elə deyil axı. Sən o sayədə yaxşısansa, o demək deyil ki, hər kəs... Şəbnəm mənim dostum olmağına baxmayaraq, baxın. Şəbnəm bugün mən bu dəqiqə burada bir açıqlama verərəm. Bütün ölkə gündəmini zəbt edir. Mən bilirəm və Şəbnəm mənə inandığına görə onu mənə atıb. Şəbnəm bugün elə bir sənətkarın yanına ustad dərsdə gedir ki, ağlınıza gəlməz ha. Nə Mənsum müəllimdir, nə Təyyarın ağlınıza gəlməz. Anlama gəlmir ki, cəm halında danışmaq ki, Azərbaycan opera ifaçılarının içində Fidan və Xuraman Qasımovalardan böyük sənətkar var. Bax, şəxsən mən onların tələbəsi olmuşam. İndi durum hamının başını yarım. Şəbnəm efirə qoşunda, bilsəm, çəkirin bilirsiniz, niyə dünəndən Şəbnəmin açıqlamalarını insanlar pis başa düşürlər. Deyə bilər də istisna var da. İndi efirdə ola bilər o söz. Şəbnəm Tovuzluya bir xanım kimi mənim hörmətim var. Düzdür, bir-iki müğənni, onu tərifləyib deyən. Mən danışsam, o demək deyil ki. Heç kimin bizim məktəbimizə, Dadaşovlar məktəbinə yaxın da dura bilməz. Hamısı gəlsin onda Brilliant Dadaşovadan musiqi, sənət, ümumiyyətcə adi bilir. Ay Səidə, hərə özünə cavab verdi. Səidə, Dadaşovlar, Yahyayevlər, Qaraxanoğullar hərə özünə cavab verdi. Bugün kimsə də külli miqdarda məvacib verir, hansısa sənətkarın yanına hazırlığa gedirsə də, o onun öz işidir. Mənə də dəxlisi var. Sən musiqiçi, savadlı musiqiçilər haqqında danışma. Heç kimin ixtiyarı yoxdur kiməsə də təqdir eləməyə, tənqid eləməyə. Bu sənətdə patolog deyirlər də, yəni patolog deyilən bir şey yoxdur. Yoxdur. Kimsə deyə bilməz ki, mən kimdənsə artığam və salam və məndən zirvədə hiss eləməsin. Kimlərəsə də 100 mat, 200 mat verirlər, ciblərinə pul salırlar ki, bu müəllimdir, neçə sənətkardır, çıxın bizi tərifləyin. Çox böyük səhv eləyirlər, başlarını da daşdan daşa döyürlər. Otursunlar, hərə öz sənətinlə məşğul olsun, savadlı musiqiçi biri mən. Gəl çıx, burada mənə musiqidən dərs görüm, nə dərs deyirsən. Sən də mənə musiqini izah elə, mən də sənə izah eləyim.